Ya Allah, Bismillahirrahmanirrahim. Əziz mənim izləyəcəyim, bugünkü kimi gördüyümüz kimi toyuq kababı doğranıb, hazır vəziyyətdə. Budları belə çalışın, budlarını belə açın. Budu belə açanda ortasından belə qırağına. Bud rahat pişir və gözəl tamlı olur həm də. Qanı zadı qalmır. Bugünkü toyuq kababımızın hazırlanması. Toyuq doğranıb hazır. Duzumuz yanımızda. Sarı kökümüz, pul biberimiz, tomatımız gördüyünüz kimi. Bismillah. Getdik. Birinci duzun vururuq qəşəngcənə. Bax belə. Bismillah. Duz vuruldu. Mən buna çalışdığım qədər pul biber çox vuracaq. Pul biber toyuğu çox sevir həqiqətən də. Bax belə. Pul biber vururam. Zövqə uyğun. Buna çoxu sarımsaq da vurur toyuğa, kəhliyotu da vurur, bastım. O daha keyfiyyətli olur. İndi zövqə uyğundur da indi. Hər zövqlər ayrı-ayrıdır. Duz vuruldu, pul biber vuruldu. Sonra yaxşı-yaxşı bir qarışdırırıq. Qarışdırandan sonra inşallah ki var belə. Qarışdırandan sonra tomatla sarı kökü, tomatla sarı kökü suda həll eləyib qarışdırıb qatacam buna, smaska deyirlər ona. Smaskasını da hazır vurandan sonra da yağın vurub bir sazda qalacaq bastırmada. Dəyərli dostlar, gördüyünüz kimi tomatla sarı kökü qarışdırıram belə qəşəngcənə. Qarışdırandan sonra belə. Bu hazırdır. Həll oldu, belə duru olmadı, belə duru. Çox qatı olanda yandıracağam. Sonra isə bunu belə toyuğun üstünə gəzdirirsiniz. Belə. Gəzdirəndən sonra isə bunu yaxşı-yaxşı əlini qarışdırırsınız. Belə. Bu təm bütöv toyuğun canına hopmalıdır. Qıpqırmızı olmalıdır. Sonra axırda bir 5 dəqiqə sonra yağın vurursa gözləyirsiniz bir 20 dəqiqə, yarım saata yaxın təxmini. Sonra şişdirsiniz, qoyursunuz manqalarında şosu. Hər biri bizə. Dəyərli dostlar, gördüyünüz kimi o toyuq doğrayandan sonra belə şişlədiyim bunu belə qəşəngcə baxırsınız buddu. Mən həmişə budu bu dibini açıram belə. Ortadan açıram ki qəşəng bişsin, bax sümüyü görsün. Çalışın bacardığınız qədər açın. Bax belə açanda çox gözəl görsənir. Həm tez pişir. Qanı qalmır, içində irin qalmır. But dibini də eləmişəm Allahın izni ilə. Bax, görsən buddur. Bunlar da but dibini hamısı açmışam. Bunu da açmışam. Biliyorsun açmışam. But dibi açılmalı. Görsən sümüyü görsənir. Açanda gözəl olur. İnşallah pişəndən sonra göstərəcəm. Maşallah olsun. O həmən toyuqlar hazırladığımız toyuqlar manqal üstündədir. Pişir. Çalışın budu həmişə belə açın. Sümüyə qədər dirəyin. Məsələn bu dibini açmışam. Onda daha rahat pişir. Öyrənmə eyib deyil.